D vitamini, bəli, xeyr. Hı hı. D vitamini azlığı depressiya yaradır. Bəli, D vitamini azlığı mərkəzi sinir sisteminə mənfi təsir bağışlayır, xüsusən də depressiya yaradır. Uşaqlar da D vitamini içməlidirmi? Bəli, biz böyüklər kimi uşaqlar da mütləq D vitamini içməlidir, çünki D vitamini uşaqların böyümə dönəmində çox vacib bir hormondur. D vitamininin ən yaxşı müalicəsi ampullardır. Qətiyyən xeyr, çünki D vitamini azlığı əgər ciddi səviyyədə deyilsə, qətiyyən ampul müalicəsinə ehtiyac yoxdur. D vitamini kilo aldırır. Yox, əksinə D vitamini artıq çəkidən əziyyət çəkən insanlara müsbət təsir eləyir, metabolizmanı sürətləndirir. D vitamininin nə qədər yüksək dozada içsək, o qədər yaxşıdır. Xeyr, qətiyyən xeyr, çünki D vitamini yüksək dozada qəbul edildiyi zaman və orqanizmdə 100-ün üzərində olduğu zaman börəklərdə çöküntü yaradır, damarların keçiriciliyinə mənfi təsir bağışlayır. D vitamini axşam içilməlidir. Xeyr, D vitamini axşam içildiyi zaman melatonin sintezini azaldır və yuxuya mənfi təsir bağışlayır. Yaxşı, bəs hansı D vitaminini alaq? Mənim sizə biraz da açıq kimi tövsiyəm Desol D vitaminidir. Çünki Desol D vitamini zeytun yağında həll olunur və nömrə 4-dür. Xüsusən də qəbul edildiyi zaman orqanizmə yaxşı sovrulur və orqanizmdə D vitamini səviyyəsini normallaşdıraraq D vitamini azlığından yarana biləcək xəstəliklərdən sizi qoruyur və D vitamini azlığından yaranmış xəstəliklərin müalicəsində müsbət təsir edir. Ölkənin bütün apteklərində var, hər kəsin büdcəsinə uyğundur və nömrə 4 olduğu üçün çox sərfəlidir. 1 D vitamininin qiymətinə 4 D vitamini almış olursunuz. Bu cür faydalı videoların davamı üçün ekrandakı ürəyi qızardın. Məni takip edin və videonu hər kəslə paylaşmağı unutmayın.